Salam kardeşler, bax mən Azərişqa deməli 10 gün bundan qabaq 6 manatlıq pul işləmişdim. 1 manat 48 gibi çıxdılar. İndi də dünən də 4 manat pul qazanmışdım. Ondan da gətirirəm yükləyirəm. 4 manat pul atmışdım. İndi gəlib yükləyirəm. Baxın. Bax bura baxın, bura baxın. Bax 1 manat 60 qəpik pul qalıb, düzdür? İndi bax bunu da atıram bura kartı baxın. Bax karta baxın. Bax baxın. Bax baxın. Olmalıdır 5 manat 60 gibi. İndi baxın. Bax bu da 4 manat. Deməli oldu mənim bax kartımda 4 manat 22 köpük. Deməli 1 manat 30 köpük də indi çıxdılar. Bax bu pulu nə ilə qazanıram? Özünüz də görəsiniz, motosikletlə bax qazanıram. Kim mənim haqqımı yiyir, haqq aram olsun. Burnundan gəlsin. Mən onu nə zülümlə qazanıb gətirirəm evə.